Salam dostlar, necəsiz? Bugün biz Changan Kuan A505 markalı avtomobili səhər tezdən motorla işə salınması testini keçirdəcək. Belə deyək, siz bilirsiniz ki, bunlar hibrid plugindir və maşını işə salanda belə deyək də, maşın tokla xodlanır və onun üçündəki motor hardasa bir sürdükcə gedir, xodlanır. O da ki, qış ayında ziyandır. Birazdan sizə göstərəcəm bu maşını necə dayanan yerdə xodlamaq lazımdır. Maşını açaq. Dostlar, maşına oturduqdan sonra maşını xodlayırıq. Gördüğünüz kimi. Və motor gördüğünüz kimi xodlanmadı. Çünki elektrikdədir. Qış ayında motoru necə xodlamaq lazımdır ki, yəni motora naqruzka deyək, güc deyək düşməsin. Giririk bura. 2025 modelidir. Giririk bura. Və budur. Buyurun. Motor kodlandı. Böyle bir işare geldi. Hardasa bir 2 dəqiqə, 3 dəqiqə, həmin 5 dəqiqə kodlayandan sonra bunu söndürürük. Maşın adaptiv işləyir və tam olaraq özü sönür. Bu arada maşını təzə götürmüşəm. Hər nə bilirəmsə, təzə nə bilirəmsə çəkib bir-bir paylaşacağım. Ki rahat olsun. Belə qruplarda zətdə var, amma YouTube'da azdır deyənə. İstəyirəm siz də faydalanırsınız. Dostlar, yəni bu qədər. İndi inşallah daha da çox, daha da ətraflı məlumatlar verəcəm bu maşın barədə. Özüm də örgənə sizə də məlumat verəcəm. Hal-hazırda elə işə gedirəm. İzləmədə qalın, bəyənin, zəhmət olmasa abunə olun. Təşəkkür edirəm.